Milli Yaylaq Festivalında Beynəlxalq İnsan Hüquqları Müdafiəsi Komitəsinin general-leytenantı, Beynəlxalq İnformasiya Alyansının təsisçisi, tanınmış ictimai xadim Firdevsi Ələkbərov tədbirlə bağlı təəssüratlarını Səs televiziyasına bölüşüb. O, festivalın yüksək səviyyədə təşkil olunduğunu, milli mənəvi dəyərlərimizin təbliği və mədəni irsimizin yaşadılması baxımından belə tədbirlərin böyük əhəmiyyət daşıdığını vurğulayıb. Sonda İnsan Hüquqları Müdafiəsi Komitəsinin eksperti Azər Hüseynov fəaliyyətinə verilən yüksək qiymətin göstəricisi olaraq Turan Dünyası fəxri diplomu ilə təltif edildi. Çox gözəl bir təsadüfə də uyğun gəlibdi ki, bu günləri biz bu tədbirdə Azər müəllimin Turan Dünyası diplomu ilə təqdimatını bu yayla festivalında həyata keçiririk. Təbrik edirəm sizi, Azər bəy. Çox sağ olun, Firdevsi müəllim. Təşəkkür edirəm. İnşallah sizin etimadınızı doğruldarıq. Biz də Turançılıqla davam öz fəaliyyətimizi göstərərik inşallah. Təbrik edirik bizi. Çox sağ olun, təşəkkür edirəm sizə. Əziyyət çəkmisiniz. Sağ olun.